Mən Xəllova Minay İbrahim qızı Naxçıvan şəhərindən gəlmişəm. Təyyarədə gəldim, mənə nə oldusa təyyarədə oldu. Təyyarədən düşəndə belimdə çox güclü ağrı hiss elədim. Ondan sonra gəldim, getdik, hansı xəstəxana olduğunu unutmuşam, çünki ağrım çoxudur, həddindən artıq şiddətli ağrım vardı. Orada MRT olundum, MRT-dən sonra evə qayıtdım. Nəsə elə ağrı kəsiciləri həkimə məsləhət eləmədən özüm qəbul elədim. 3 dənə diklofenak qəbul eləmişdim, 2 dənə noşba vurulmuşdu, 3 dənə də blokin B12 vurulmuşdu. Onun nəticəsində də mədə qanaması keçirdim. Xəstəxanaya gəldim, xəstəxanaya daxil oldum İstanbul Enes xəstəxanasına. Xəstəyə bandiqasiya əməliyyatı icra edildi və əməliyyatdan sonra xəstədə qanaxma dayandırıldı və ertəsi gün xəstə evə yola salındı. İndi yaxşıyam şükür, çox təşəkkür edirəm hamıya. Bu əməliyyatla da xəstənin həyatına təhlükə yaradan amillərin qarşısını aldıq. Bütün tibb personalına mən təşəkkür edirəm. Göstərdikləri bu qayğıya, bu yüksək şəraitə görə də xəstəxananın rəhbərliyinə öz təşəkkürümü bildirirəm.